dəfə görürəm ki, idmançı bax belə səliqəli, gözəl, medalini də götürüb əlinə buyurub verilişimizə qonaq. Sabahınız xeyir olsun. Xeyir olsun, sizi salamlayıram, qonaqlarımızı salamlayıram. Çox sağ olun. Mənə bir dənə sual verin, sonra növbəti qonağımızı dəvət edəcəm. Neçə yaşınız var? 31 yaşım var. 31 yaşınız var. Neçə yaşına kimi davam etdirə bilərsiniz? Nə qədər ki, vuran əlimiz var, davam etdirəcəyik. Doğrudan. Bəli. Bəs futbolda neçə yaşa kimi davam etdirmək mümkündür? Ümumiyyətlə yaş məhdudluq yoxdur. Sadəcə təxminən 30-35 arasında o fiziki güc azalır. Doğrudan. Maraqlıdır. Amma 38-40 yaşında da oynayanlar olur, amma onlar istisnadır. Bizdə ən, necə deyim, amma mənə bir şey də maraqlıdır, bir söz nə maraqlıdır mənə. Sizin neçə yaşınız var və neçə yaşına kimi davam etdirə bilirsiniz? Çünki mən bilirəm ki, idmanda doğrudan yaş məhdudiyyəti var. Yəni ki, bir müddətdən sonra məşq eləmək olmaz, problemlər üzə çıxır, sonra güc az olur, o bir yaşa Neçə yaşa qədər? Vallahi Allah nə qədər ömür verib, o benim bilmirəm. Köməliyim. 35 yaşına kimi, 35 yaşından sonra veteranlar döyüşürsünüz. 35 yaşına kimi döyüşmək olar bizə. Elə bir 28 yaşında, 25 yaşında bir cavan uşaq 34 yaşında bir idmançı döyüşə bilər. Amma 35 yaşından sonra artıq veteranlar döyüşürsünüz. 35 yaşını keçmiş idmançı 35 yaşında döyüşən idmançı 40 yaşında, 45 yaşında bir idmançı ilə döyüşə bilər. 35 yaşından sonra veteranlar döyüşür. Amma 35-ə kimi fonu döyüşə bilərsin. Sizin neçə yaşınız var dediniz? 31 yaşım. İndi 4 ildən sonra siz artıq veteran olacaqsınız. Niyə bizim veteran olacaq? Söhbət o idman sahəsində artıq veteran olacaq. Amma ona baxmayaraq, bizim idmançımız var, bildiğiniz Eduard Məmmədov, 20 qat dünya çempionumuz. 36 yaşı var səhv etmirəmsə. Amma burada döyüşmədi veteranları. Biz yarışdaydıq. Rəqibləri 23-25 yaşında idmançılar idi. Çox güclü döyüş növü keçdi. İdman keçdi. Amma mən deyirdim ki, Eduard hal-hazırda yəni ki, idmandan çox show biznesdədir. Bax, elə mən onun üçün demək istəyirəm ki, nədən bizim idmançılarımız daha çox meyillidirlər televiziyaya? Yox, belə deyək də, şoya Tərəflərini tutmayın, gördüyümü deyirəm. Sağ olsun sizin bütün kanalın rəhbərliyi, bütün əməkdaşları, həm digər kanallarda olsun, idmançıların qazandığı uğurları işıqlandırırlar. Yəni bu show biznesin meyillilik deyil. Eduard da bizim artıq tanınmış idmançımızdır, əməkdar məşqçidir, özdən məşqçidir. Yəni 20 qat dünya çempionu, 20 dəfə Azərbaycan bayrağını dalğalandırmış idmançıdır. İşıqlandırmaq lazımdır da. Düzdür, lazımdır. Mən razıyam. Bizim süjetimiz var, düzdür, Aytəkin. Gəlin roliki izləyək, görək idmançılarımızla bağlı nələr hazırlayıblar bizim üçün. Gəlsin. Mən səhnəyə çıxanda bir də əsmət tutdu, səs batdı, nəsə olurdu. İndi həyəcandır da onu boğma. Necə həyəcandan üz-üzə gələndə nə edirsiniz? Bacardığımız və gizlədikdə həyəcan demək olar. Çünki Amma həyəcan olur. Həyəcan 100% o, məsuliyyət var da, məsuliyyət. Çünki buradan yarışa gedəndə qabaqçıdan bizə ümid bəsləyən insanlar var, üzərimizdə zəhmət olan insanlar var, getməliyik, ölkəyə məqsəd var, qızıl medal qayıtmalıyıq. Onun üçün orada həyəcan çox böyük, uduzaram, qaydanda necə qaydacam, utanacam, ya yoldaşım çempion oldu, mən nətəri qaydacam, uduzmuş şəkildə. Qaydanda mənə ümid edən insanlar üzrə necə baxacam, o həyəcan çox böyük olur. Və həyəcan da kömək edir ki, bizə uduruq, döyüşürük. Tam rahatlıq olsa adam arxeyin olar. Bəlkə tam var gücünü qoya bilməz. Aha, Çingiz. Həyəcan. Mən Başqa döyüşlərdə yeni ildən başlayacaq. Mən də icazə verin, fürsətdən istifadə edib. Biz, bayaq Şəbinə xanım da, siz də düzgün qeyd etdiniz, dəstək lazımdır. Biz idmançılara hər zaman dəstək olan, diqqət və qayğı göstərən ölkə rəhbərliyimizə, cənab prezidentimizə öz minnətdarlığımı bildirmək istəyirəm. Və mənim bu yarışda iştirak etməyimlə hər zaman qayğı və diqqət göstərən Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə, əməkdaş olduğum Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Sizə də çox sağ olun ki, bizim uğurlarımızı işıqlandırırsınız. Məzahir, sizdə sonda nə olacaq? Mən də belə deməli orqanizasiya. Yenə amma mənə qaranlıq qaldı sizin idman növünüz nədənsə, bilmirəm niyə. Orada, Görüntülər olsaydı bilərdik. Verilişdən sonra YouTube'dan baxa bilərsiniz. Görünüş də oldu. O da oldu. Mən vuruşduğum insan, bəli. Yox, məndə Uşusanda belə deyil, əl və yaxud döyüş növüdür. İstəyirəm, kickboksla güləş növünün birləşməsidir. Aha. Həm kickboksda əl-ayaq işləyir, həm də bunlarda güləş növü də var da, zaxvatdır, yıxmaqdır, nakavt, belə şeylər. Güləşlə bütün idman növlərinin birləşməsidir. Yəni, hər şey var. Güləş də var, kickboks da var. Şəbnəm, ümumiyyətlə maraqlanırsınız idmanla?